Salam dəyərli gənclər, xoş gördük hər birinizi. Bugün 2020-ci buraxılış sınavına baxacağıq. Sual 1 belədir. ABC paralleloqramının perimetri 24-dür. Perimetr 24-dür. Biz bilirik ki, perimetr 2 A + B düsturlu hesablanır. Deməli, A + B, yəni n ilə uzunluğun cəmi 12-dir. Yaxşı. Mən bura, tutaq ki, x desəm, bura olacaq 12-x. Burada olacaq 12-x. Bizdən kiçik tərəf soruşur, yəni x-in qiymətini soruşur. Mən burada kosinuslar teoremi tətbiq edə bilərəm bu üçbucaqda. Yaza bilərəm ki, 12 çıx x-in kvadratı bərabərdir x kvadratı. Üstə gəlinsin 8-in kvadratı çıx 2 vur x vur 8 vur kosinus 60 dərəcə. Kosinus 60-la 2 ixtisar gedir. Burada nəyə görə? Çünki kosinus 60 2-də 1-dir. Qalır 144 çıxılsın 24x üstə gəl x kvadratı bərabərdir. X kvadrat üstə gəl 64 çıx 8x. X kvadratları islah gedir. Buradan 16x bərabərdir 80-ə, x də bərabərdir 5-ə. Deməli, kiçik tərəfin 5 olduğunu tapdıq. İkinci suala keçid alırıq. İkinci sual belədir. Uzunluğu 3,5 cm, eni 1,8 olan düzbucağın sayəsini tapın deyir. Biz bilirik ki, düzbucağın sayısı uzunluğu ilə eni asilinə bərabərdir. 3,5-i vuranda 1,8-ə 6,3 edir. Üçüncü suala keçid alaq. 75 dərəcəli bucağı radianla ifadə edin. Biz bilirik ki, pi 180 dərəcə deməkdir. Deməli, pi bölü 12 bizə verir 15-i. 5-i 15-ə vuranda 75 edir. Deməli, düzgün cavab olacaq 5 pi bölü 12. Dördüncü sualda xətt ölçüləri 8, 25 və 4 olan düzbucaqlı paralellepipedin həcmidir tapın. Biz bilirik ki, düzbucaqlı paralellepipedin həcmi xətt ölçüləri hasilinə bərabərdir. Yəni 8 vur 25 vur 4 800 edir. Düzgün cavab A variantıdır. 5-ci suala keçid alırıq. M parametrinin hansı qiymətində tənlilər sisteminin sonsuz sayda həlli var? Biz bilirik ki, tənlilər sisteminin sonsuz sayda həlli olması üçün A1 bölü A2 bərabərdir B1 bölü B2 bərabərdir C1 bölü C2 olmalıdır. Yəni 5 bölünsün M çıx 12 bərabərdir M bölünsün 9 bərabərdir M çıx 3 bölünsün 18. Gəlin birinci tənasübü həll eləyək. Buradan M vur M çıx 12 bərabərdir 5 vur 9, yəni 45. Buradan M-in 15 olduğunu tapırıq. Düzdürmü? Yaxşı. Digər tərəfdən əslində bu mənfi qiyməti də var bunun. Digər qiyməti nədir? İkinci kökü isə mənfi 3-dür gənclər. Gəlin bu tənasübü həll eləyək indi. 18m bərabərdir 9m çıx 27-yə. 9m bərabərdir mənfi 27-yə. M bərabərdir mənfi 3. Hər iki tənasübü ödəyən qiymət mənfi 3 olduğuna görə düzgün cavab olacaq B variantı. 6-cı suala keçid alırıq. Dəyişənin hansı qiymətində 2y vurulsun 3y çıx 1 ifadəsinin qiyməti y vur 7 üstə gəl 6y ifadəsinin qiymətindən 90 vahid böyükdür. Bu böyüksə deməli biz yazacağıq ki, 2y vurulsun 3y çıx 1 bərabərdir y vurulsun 7 üstə gəl 6y üstə gəl 90. Yəni kiçiyin üstünə 90 gəlirik ki, böyüyə bərabər olsun. Buradan 6y kvadrat çıx 2y bərabərdir 7y üstə gəl 6y kvadratı üstə gəl 90. Buradan 6y kvadratlar islah gedir. Mənfi 9y bərabərdir 90-a, y bərabərdir mənfi 10-a. Düzgün cavabımız olacaq B variantı. 7-ci suala keçid alaq. AN ədəd silsiləsində S21 105-dir, A11-dir tapın. Biz ilk ədədin cəmini tapmaq üsulunu bilirik ki, SN bərabərdir A1 üstə gəl AN bölü 2 vur N'dir. Buradan S21 bərabər olacaq A1 üstə gəl A21 bölü 2 vur 21. Təbii ki, A11 elə A1 üstə gəl A21 böl 2-dir. Yəni A1 üstə gəl A21 böl 2-nin yerinə A11 yaza bilərəm. Vurulsun 21 bərabərdir 105-ə. Buradan A11-in 5 olduğunu tapırıq. 8-ci suala keçid alırıq. Təkliflərdən hansı doğru deyil? Təbii ki, çoxluğun özə kəsilməsi özünü verir. Burada
A kəsişmə B ilə A-nın birləşməsi elə A-nı verəcək. Bəli, doğrudur. Və o da A-nın alt çoxluğudur. Burada deməli A birləşmə B birləşməsi, yəni yerlərini dəyişsək də eyni ifadəni, yəni eyni qiyməti verəcək. D variantı yanlışdır. Niyə yanlışdır? Çoxluqların birləşməsi, məsələn A ilə B çoxluğunun birləşməsi A-nın alt çoxluğu olmaya da bilər. Burada yazıb istənilən AB üçün doğrudur. Bu isə yanlış fikirdir. 9-cu suala keçid alaq. Tərəfi 4-ə bərabər olan kvadrat verilmişdir. Və bu kvadratın bir tərəf ətrafında fırlanmasından tutaq ki, bu tərəf ətrafında fırlanır. Fırlanır bu tərəf ətrafında. Bu fırlanma nəticəsində təbii ki, silindr əmələ gələcək. Baxın. Aha. Bu silindrin deməli hündürlüyü 4, oturacağın radiusu da 4-dür. Gəlin baxaq. Deyir ki, fırlanmadan alınan cisim dedik ki, silindirdir. Silindrin yan səthinin sahəsi S-yan bərabərdir 2πr-h-a bərabərdir. Onu da biz yazırıq. 2π vurulsun r-imiz 4, h-ımız 4-dür. Cavab olacaq 32π. Düzgün cavabımız olacaq C variantı. 10-cu suala keçid alırıq. Bərabərliklərdən hansı doğrudur? Birinci bərabərliyə baxırıq. Kök altı 9 deməli bizə müsbət 3 verməlidir. İkincidə kök altı -16 müsbət -4-ünü verir. Çünki müsbət -4-ünün kvadratı baxın bizə verir 16i kvadratı. Bu da edir -16. Burada 3 düzdür və 4 düzdür. Deməli düzgün cavabımız olacaq hansı? Y variantı. 11-ci suala keçid alaq gənclər. Sinus x çıxı kosinus x bərabər 1 tənliyinin ən kiçik müsbət həlini tapın deyir. Bu tənliyi həll etmək üçün ifadəni kvadrata yüksəldirəm. Sinus kvadratı x üstəgəl kosinus kvadratı x çıx 2 sinus x kosinus x bərabərdir 1-ə. Biz bilirik ki, sinus kvadratı x üstəgəl kosinus kvadratı x ilə 1-i verir. Bu 1-lər getdilər. Qaldı 2 sinus x vur kosinus x. Bunu yazıram. Nə? Bu ifadənin də yerinə qulaq asın. Mənfi sinus 2x yazıram. Bu da bərabərdir 0 olur. Çünki bu 1 ilə, bu da 1 edir. Bu 1 ilə bu 1 getdi, islah getdilər. Buradan sinus 2x bərabərdir 0-a. Sinus x 0 harda alır gənclər? Pi k-da. X də bərabərdir. Pi k bölünsün 2. Bizdən ən kiçik müsbət həllini soruşur. K-ya 1 verəcəyik. K-ya 1 verəndə cavab olacaq pi bölü 2. 12-ci suala keçid alaq. Bərabərsizlik verilib. Bu ifadə həmişə müsbətdir. Deməli, onda yazacağıq ki, x kvadrat çıx 9 böyük bərabərdir 0-dan. X çıx 3 vurulsun, x üstəgəl 3 böyük bərabərdir 0-dan. Və 59 çəkirik. Mənfi 3, müsbət 3, müsbət, mənfi, müsbət. Bizə müsbət aralıq lazımdır. Mənfi sonsuzluqdan mənfi 3-ə, birləşmə 3-dən müsbət sonsuzluğa. 13-cü sualda deyir ki, 70-in 30%-ni tapın. Təbii ki, 70-in 30%, 70 vur 30 bölü 100 olacaq 21. 14-cü sual keçid alaq. Bir nöqtədən keçən düz xətlərin və onlara uyğun şüaların sayı göstərilmişdir. Təbii ki, bir nöqtədən 2 düz xət keçibsə, neçədən şam ələ gəlib? Təbii ki, burada 4 dənə şam ələ gəlib. Deməli, n 4-dür. 5 dənə düz xət keçibsə, 10 dənə şam ələ gəlib. N üstəgəl m cəmi olacaq 14. 15-ə baxırıq. Loqaritma kəsdən x üstəgəl gəlsin, loqaritma kəsdən x üstəgəl 2. Deməli, biz n əsdən loqaritmləri toplayarkən əsas olduğu kimi qalır. Argumentləri vururuq. Bərabərdir. Bu 2-ni də qaldıram bura qüvvətə. Loqaritma 2 əsasından kök 3-ün kvadratı 3 edir. Buradan x vurulsun, x üstəgəl 2 bərabərdir 3-ə. Yaxşı. Bizim buradan deməli x kvadratı üstəgəl 2x çıx 3 bərabər 0 tənliyimiz alınır. Köklərimizin biri olacaq 1, digəri mənfi 3. Biz mənfi 3-ü götürə bilmərik, çünki loqaritmanın arqumenti mənfi ola bilməz. Ona görə x-in qiyməti 1-ə bərabərdir. Yəni tənliyimizin kökü 1-dir. 16-cı suala baxırıq. İfadənin ən böyük qiymətini tapın.
Ən böyük qiyməti tapmaq üçün biz bu düsturdan istifadə edə bilərik. 4A çıx B kvadratı böl 4A. Deməli, A-mız -2-dir, B-miz 4-dür, C-miz isə 5-dir gənclər. Buradan 4 vurulsun, -2 vurulsun 5, çıxılsın 16 bölünsün 4 vur -2. Bu bərabərdir. -56 bölünsün -8, müsbət 7. 17-ci suala keçid alırıq. X bölü 13 bərabərdir 5. Qalıq Y. X-in hansı qiymətində qalıq ən böyük olar? Biz bilirik ki, qalıq böləndən kiçik olmalıdır. Bölən 13-dürsə, qalığın ən böyük qiyməti 12 olacaq. X-i tapmaq üçün böləni qismətə vurub, üzərinə qalığı gəlirik. 65-in üstünə 12 gələn neçə eləyəcək? 77 eləyəcək. 18-ci suala keçid alaq. Loqaritma kəsdən 20 kvadrat çıx loqaritma kəsdən 5-in kvadratı. Bunu yazıram. Loqaritma 2 əsasından 20 üstə gəlinsin. Loqaritma 2 əsasından 5 vurulsun. Loqaritma 2 əsasından 20 çıxılsın. Loqaritma 2 əsasından 5 bölünsün. Loqaritma 2 əsasından 10. Bu da bərabərdir. Loqaritma 2 əsasından 100 vurulsun. Loqaritma 2 əsasından 4 bölünsün. Loqaritma 2 əsasından 10. 2 əsasından 4 bizə 2-ni verir. 2 əsasından 100 isə yazıram. 2 loqaritma 2 əsasından 10. Niyə? Çünki 100 10-un kvadratıdır. Qüvvət əmsala düşdü. Vurulsun 2, bölünsün yenə loqaritma 2 əsasından 10. 2 əsasından 10'lar getdi. Cavab nə qaldı gənclər? Cavab 4 qaldı. 19-cu suala baxırıq. Kök altında 7 üstə gəl 4 kök 3 üstə gəlsin 7 çıx 4 kök 3. Baxın, bu ifadəyə x kvadrat üstə gəl y kvadrat kimi baxırsınız. Bu ifadəyə isə 2xy kimi baxırsınız. Və buradan 4 kök 3'ü 2-yə böləndə edir 2 kök 3. Onda mən x-ə 2, y-ə isə kök 3 deyə bilərəm. Onda kök altında 7 üstə gəl 4 kök 3 yazaram. 2 üstə gəl kök 3'ün kvadratı üstə gəlinsin. Bu birisini yazaram. 2 çıx kök 3'ün kvadratı. Kvadratlar kökə apardılar. Təbii ki, buradan çıxır. Modulla 2 üstə gəl kök 3 üstə gəlinsin. Modulla 2 çıx kök 3. Onlar da olduğu kimi açılır. Kök 3'lər gedir. Cavab 4 qalır. 20-ci suala baxın. Teoremə aid sualdır. Buraxılışda teoremə mövzusu yoxdur. Amma bloka düşə bilər deyə izah edirəm. F' bərabər olacaq. 7x'in teoreməsi cəmin teoreməsi teoremlər cəminə bərabərdir. 7x'in teoreməsi 7 üzərinə gəlinsin. 2 əmsallı qalır. Sinusun teoreməsi kosinusdur. Ona görə yazıram. Kosinus 2x vurulsun 2x'in teoreməsi. Yəni vurulsun 2. Yəni oldu 7 üstə gəlinsin. 4 kosinus 2x. Təbii ki, verilmiş bucaq pi bölü 6, yəni 30 dərəcədir. Olacaq 7 üstə gəlinsin. 4 vurulsun. Kosinus 60 dərəcə. Kosinus 62 də 1'dir. 4 vur 2 də 1, 2. 7 üstə gəl 2, 9 olduğunu tapırıq. 21-ci suala baxaq. Müstəvini kəsməyən AB parçasının uclarından və M orta nöqtəsindən keçən və müstəvini A1, B1, M1 nöqtələrini kəsən paralel düz xəttlər çəkilmişdir. Bu müstəvidir. Müstəvini kəsməyən AB parçası verilib. A-nı burada yazım, B-ni burada yazım. Özünüz görəcəksiniz niyə. Buradan bura və M nöqtəsindən bura paralel düz xəttlər çəkilmişdir. Baxın gənclər. BB1, M1 və A1. Bizə deyir ki, A1 8'dir, BB1 4'dür, M1 parçası uzunluğunu tapın. Təbii ki, bu orta xəttdə olduğundan 8 ilə 4'ün yarısı cəminin yarısına bərabər olacaq. Yəni 6'ya bərabər olacaqdır. 22-ci sualda ABCD paralleloqramı verilmişdir. Deməli, A-nın koordinatları x2, y3'dür. B-nin koordinatları x3, y7'dir. C-nin koordinatları x9, y2 isə 7'dir. D-nin koordinatlarını tapmaq lazımdır. Baxın. Deməli, bunun x2, daha doğrusu y3 3'dürsə, bunun da y3 olacaq. Çünki bu düz xəttlər eyni səviyyədə olmalıdır. Düzdürmü? Nəyə görə? Çünki bunların, yəni B ilə C-nin y-ləri hər ikisi eynidirsə, bunun da y-ləri eyni olmalıdır.
Bu belə. Baxın, bunun x-i 2-dir, b-nin x-i 3-dür. Aha. S'nin x-i 9-dursa, d-nin x-i olmalıdır? 8 olmalıdır. Onda olacaq d-nin koordinatları 8, 3. AD tərəfinin orta nöqtəsinin koordinatlarını istəyir. Orta nöqtənin koordinatlarını tapmaq üçün ucların koordinatlarını toplayıb 2-yə bölmək lazımdır. Deməli, 2 ilə 8 toplayıb bölürəm 2-yə, eləcək 5 və 3 ilə 3 toplayıb bölürəm 2-yə, eləcək 3. Deməli, orta nöqtənin koordinatları 5, 3-dür. 23-cü suala baxaq. Gördüyünüz kimi, yəni bu düz xətlər verilibdir. Yəni AC və BC düz xətləri verilib və onların tənlikləri verilmişdir. Fikir verin. Yazıb ki, C nöqtəsi AB xəttindən 1.18 məsafədədir. Yəni AB xəttindən məsafədədirsə, deməli C-nin koordinatı nədir? 0, 1.8-dir. Biz də bilirik ki, düz xəttin Y oxu ilə kəsişmə nöqtəsi bizə B-ni verir, sərbə səddi verir. Yəni M ilə N deməli 1.8-dir. Bunu yada saxlayın. M N-ə bərabərdir, o da 1.8-dir. Bunu bildiniz niyə deyirəm? Çünki düz xətti funksiyanın y oxu ilə kəsişməsi bizə nəyi verirdi? Məsələn, y bərabərdir kx üstəgəl b-də biz demişdik ki, b funksiyanın qrafikinin y oxu kəsişmə nöqtəsini bildirir. Bunu demişik, ona görə mn 1.8 oldu. İndi baxın, birinci funksiyamız y bərabərdir 2x üstəgəl 1.8-dir. Və A nöqtəsi, yəni təbii ki, AC-nin tənliyidir. 2x üstəgəl 1.18. A nöqtəsi x oxu ilə kəsişmə nöqtəsidir. X oxu ilə kəsişmə nöqtəsini taparkən biz y-ə 0 veririk. Yəni funksiyanın x oxu ilə kəsişməsini taparkən y-ə 0 veririk. Y ilə kəsişməsini taparkən x-ə 0 veririk. Onda buradan çıxır ki, 2x üstəgəl 1.8 bərabər 0, x bərabərdir mənfi 0.9-a. A nöqtəsinin koordinatı mənfi 0.9-dur. Gəldik o birisi funksiyamıza y bərabərdir mənfi 3x üstəgəlsin 1.8. Təbii ki, görsün bunun k-sı soldan sağa doğru üzə aşağı gedir deyə k-sı mənfidir. Y-ə 0 verirəm. Mənfi 3x bərabərdir mənfi 1.8-ə. X bərabərdir 0.6. B-nin də koordinatı oldu 0.6. Onda AB məsafəsi olacaq 1.5. Niyə? Çünki sağdakı nöqtənin koordinatından soldakı nöqtənin koordinatını çıxırıq. Qalır nə? 1.5. AB məsafəsi oldu 1.5. 24-cü suala baxırıq. 7 dosent və 4 professor arasından trening üçün təsadüf seçilən 3 müəllimdən ikisinin dosent, birinin professor olması. 7 dosent arasından 2 dosent seçməliyik. Kombinizon 7-dən 2. Ümumiyyətcə bilirsiniz, permütasiya yeri dəyişmək kombinizon seçmək üçündür. Vurulsun 4 professordan da birini, kombinizon 4-dən 1. 7-dən 2-nin qiyməti edir 7, 6, 1, 2. 4-dən 1 də 4 edir. Bunlar getdi, burada qaldı 2. 42 vur 2, 84. Deməli, biz tapdıq ki, 7 dosent və 4 professor arasından trening üçün təsadüf seçilən 3 müəllimdən ikisinin dosent, birinin professor olması ehtimalı yox, sayı 84-dür. Bəs bu əlverişli hallar sayıdır. Ümumi hallar sayı nə qədərdir? 3 müəllim seçilibsə, kombinizon neçədir? 11-dən 3-dür. Baxın, gənclər, bunu da yazacağıq. 11 vur, 10 vur, 9, 1 vur, 2 vur, 3. Deməli, getdi 3, 5, yəni qaldı 55 vur, 3, 165. Yəni, ehtimalımız olacaq 165-də 84. Bəs bunu kombinizonsuz necə həll edə bilərdik? Baxın. Gəlin bunun ikinci üsuluna baxaq. Deməli, 11 nəfər müəllim heyəti var. Fikir verirsiniz. İkisi dosent olmalı. Birincinin dosent olması nədir uşaqlar? 11-dən 7. Vurulsun. İkincinin dosent olması 10-dan 6. Üçüncünün professor olması 9-dan 4. Hə, bir də bunların yer dəyişmələri var. Yəni, birinci dosent, ikinci professor, üçüncü dosent və yaxud da birinci, ikinci dosent, üçüncü professor. Təbii ki, bunların sayı olacaq nə qədər? 3 faktorial bölü 2 faktorial, yəni 3. Vurulsun 3. Bunu hesablayanda nə baş verəcək? Yəni, hesablayaq görək. 9, 13 getdi, qaldı 3. Burada qaldı 3. Burada qaldı 5. 11 vur 5 vur 3, 165. 7 vur 3 vur 4 də olacaq 84.
Yenə eyni qayda ilə görürsüz. Eyni ehtimal cavabı çıxdı. İstəsəz kombinizonla, istəsəz də kəsr üsulundan yaza bilərsiniz. 25-ci sualda düzbucaqlı verilmişdir gənclər. Düzbucaqlı bucağın bucaqlarından birinin tangenti 0-dan 175, yəni 4-də 3-dür. Yəni, bucağın tangenti qarşı katetin bitişik katete nisbətidir. Bura 3K, bura 4K deyirik. Onda bura 5K olacaq. Perimetr 24-dür. Yəni, 12K 24-dür, K 2-dir. K-mız 2-dirsə gənclər, deməli, bizə deyir ki, tərəflər onun neçə olacaq? 6, 10, 8 olacaq. Daxil çəkilmiş çevrənin radiusu kiçik yer bərabərdir. Katetlər cəmi çıx hipotenuz bölü 2. Yəni 6 üstəgəl 8 çıx 10 bölü 2. Bizə verəcək 2-ni. Diqqətiniz üçün sağ olun. Kanala abunə olmağı və like etməyi unutmayın. Suallarınız olsa rəy bölməsinə yaza bilərsiniz.